Rusiya Silahlı Qüvvələri NATO gəmisinin Burevestnikin sınaq zonasında kəşfiyyatına müdaxilə etməyib. Prezident Vladimir Putin Kremldə Rusiyanın yeni silahları olan Burevestnik və Poseidonun yaradıcılarının mükafatlandırma mərasimində belə bir açıqlama ilə çıxış edib. Pust посмотрят. Qoy baxsınlar. Rusiya heç kim üçün təhlükə yaratmır. Lakin elan edildiyi kimi nüvə potensialını inkişaf etdirir. Burevestnik kimi nüvə qurğusu əsasında yeni nəsil silahlar hazırlanır. Səsdən 3 dəfə sürətli nüvə enerjisi ilə işləyən qanadlı raketlərin növbəti nəslinin hazırlanmasına başlanılıb. Rusiyada hesab edirlər ki, Burevestnik və Poseidonun sınaqları ABŞ-nin müdafiə sisteminin toxunulmaz olmadığını nümayiş etdirmək üçün atılan addımdır. Bu cür silah sistemlərinin yaradılması ABŞ-nin toxunulmaz olmaq cəhdlərini sıfıra indirir. Prezident Trump Qızıl Qübbə strateji raketdən müdafiə sisteminin yaradıldığını elan edib. Demək istəyirəm ki, bu sistem Poseidon və Burevestnikə qarşı gücsüzdür. İzah edim niyə? Poseidon qitələrarası uçuş məsafəsinə malik, özü idarə olunan sualtı aparatdır. Bu aparat böyük gücə malik nüvə başlığını düşmən ərazisinə endirə bilir. Bu silah birinci zərbə üçün deyil, cavab zərbəsi üçün nəzərdə tutulub. O ki qaldı nüvə enerjisi qurğusuna malik Burevestnik qanadlı raketlərə bu uçuş məsafəsi məhdud olmayan silahdır. Hətta yer kürəsini dövr etmə imkanına malikdir. Ekspertin fikrincə məlum silahların sınaqlarının keçirilməsinə baxmayaraq, strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsinin uzadılması ilə bağlı Rusiyanın ABŞ-yə təklifi hələ də qüvvədədir. ABŞ hələ də bu təklifə reaksiya verməyib. Mən onun tərəfdarıyam ki, Rusiya və ABŞ start müqaviləsini daha bir il müddətinə uzadılması ilə bağlı razılığa gələcəksə, bu Putinlə Trumpın xüsusi görüşündə əldə edilməlidir. Rusiya üçün daha məqsədə uyğundur ki, Trumpın qarşısında ABŞ-nin nüvə arsenalının həcmi Birləşmiş Krallıq və Fransanın nüvə arsenalı ilə birlikdə hesablanması şərti qoyulsun. Rusiyanın da nüvə arsenalının potensialı qarşı tərəfin, yəni ABŞ, Birləşmiş Krallıq və Fransanın nüvə arsenalının cəmi potensialına bərabər olsun. Ancaq bundan sonra biz gələcək haqqında danışıqlar apara bilərik. Karotchenko hesab edir ki, Moskva Burevestnik və Poseidonun sınaqlarını keçirməklə Rusiyaya təzyiqlərin mənasız olduğunu göstərir. Burevestnik və Poseidonun siqnalları göstərdi ki, ABŞ-nin Qızıl Qübbə sistemi onlara qarşı əlacsızdır. Ona görə də yeni Start 4 müqaviləsinə çıxış, Moskva və Vaşinqton arasında münasibətlərin düzəlməsi hər iki ölkənin milli maraqlarına cavab verir. Düşünürəm ki, burada əsas mesaj məhz belə olub. Rusiya müharibə istəmir, Moskva razılaşmağı təklif edir. Lakin Trump öz siyasətini sərtləşdirsə, biz göstərəcəyik ki, ABŞ strateji müdafiə qalxanı toxunulmaz deyil. Biz onları bu istiqamətdə 15 il qabaqlayırıq. Fikrimcə, Rusiya öz rəqiblərinin diqqətinə çatdırmaq istədiyi əsas bu olub. Rusiyada hesab edirlər ki, Trump Moskvaya cavab olaraq nüvə sınaqlarını keçirmək göstərişini verməklə ölkəni təhdid edib. Kremlin sözcüsü Dmitri Peskov isə Vaşinqtonun Trumpın nüvə sınaqları ilə bağlı dediklərinə aydınlıq gətirmədiyini bildirib. Kremldə Təhlükəsizlik Şurasının daimi üzvlərinin iclasında Rusiya Müdafiə Naziri Andrey Belausov Novaya Zemlya arxipelagında nüvə sınaqlarına hazırlıqlara dərhal başlamağı təklif edib. O xəbərdarlıq edib ki, ABŞ yeni qitələri arası raket, strateji sualtı qayıq və buraxılış qurğuları hazırlamağı planlaşdırır. Putin Xarici İşlər və Müdafiə Nazirliklərinə, kəşfiyyat xidmətlərinə və mülki qurumlara nüvə silahı sınaqlarına hazırlıq ehtimalı, Təhlükəsizlik Şurasına məlumat toplamağı, təhlil aparmağı və nüvə sınaqlarına hazırlıq işlərinin mümkün başlanması ilə bağlı təkliflər təqdim etməyi tapşırıb. Fərid Əkbərov, İTV Xəbər, Moskva.